Salam, hər vaxtınız xeyir. Biz üçbucaqlar mövzusunun lap birinci mövzusuna baxaq. Görək söhbət burada nədən gedir? Yeni Topluldan 2025-dən danışırıq. Üçbucaq bilirik ki, bir düz xətt üzərində olmayan 3 nöqtənin birləşməsindən alınan fiqurdur. Üçbucağın daxili bucaqlarının cəmi 180 dərəcəyə bərabərdir. Alfa, beta və qammamız biz bilirik ki, 180 dərəcədir. Bu mövzuda bizə lazım olan. Daha sonra üçbucağın xarici bucaqları, bax xarici bucaqlar bunlardır. Bu hissələrdə üçbucağın xarici bucaqlarının cəmi isə 360 dərəcəyə bərabərdir və bir dənə qaydada bilirik ki, üçbucağın bir xarici bucağı özünə qonşu olmayan iki daxili bucağın cəminə bərabər idi. Mənə lazım olan bu mövzuda biri budur. İkinci qaydam nədir bu mövzuda müəllimə mənə lazım olan? İkinci qaydam gənclər odur ki, bizə deyilir ki, rəngini dəyişək. Bizə deyilir ki, üçbucaqda ən böyük bucaq qarşısında ən böyük tərəf durur. Bura 50 dərəcədir, bura 60 dərəcədir, burada 70 dərəcə qoysaq, bura A qoyub, bura B qoyub, bura C qoysam, böyük bucaq qarşısında böyük tərəf durur. Deməli, ən böyüyü A olacaq, sonra B olacaq, sonra C. Sonra gənclər üçbucaq bərabərsizliyindən danışa bilərik. İxtiyari üçbucaqda ümumiyyətlə üçbucaq bərabərsizliyi A, B, X qoysam, üçbucağın üçüncü tərəfi digər iki tərəfin cəmindən kiçik olmalıdır. Fərqindən isə, fərqinin modulundan isə böyük olmalıdır. Amma bu təbii ki, iti bucaqlı və kör bucaqlı üçbucaqlarda dəyişir. Biz demişdik ki, əgər alfamız 90 dərəcədən kiçik şərti harda varsa, onu da xatırladım ki, OTK-da sıx-sıx istifadə olunan bir sualdır. Bura A qoysam, bura B qoysam, üçüncü tərəfə bir dənə X qoysam, əgər alfa 90 dərəcədən kiçik idisə, demişdik ki, fərqin modulundan yeni böyük götürürük. Amma burada kökün altında A-nın kvadratı üstə gəlinsin, B-nin kvadratı yazırdıq. Digər tərəfdən isə alfa 90 dərəcədən böyük şərti ödənilərsə, biz demişdik ki, bura A'dır, bura B'dir, bura alfadır. Bu üçüncü tərəfimiz isə A və A üstə gəlinsin B-dən kiçik olmalıdır, amma kvadratları cəminin kökün altısından böyük olmalıdır. Mənə bu mövzuda gənclər lazım olan qaydalar bunlardır. Mən gəlim birinci sualı həll edeyim sizin üçün. Birinci sualı necə həll edəcəyik? Lövhəni əvvəlcə necə siləcəyik? Birinci ona baxaq. Lövhəni silə bildik. Deməli, birinci sualda deyilir ki, iki tərəfi 7,8 və 3,4 olan üçbucağın üçüncü tərəfinin ən böyük qiyməti. Deməli, gənclər 7,8 buradır, 3,4 buradır. Üçüncü tərəfimiz demişdik ki, 7,8 üstə gəl 3,4, yəni 11,2-dən kiçik qiymət alır. 7,8-dən 3,4 çıxdıqda isə gənclər eləyir 4,4. 4,4-dən böyük qiymət alır. Bu aralıqdakı ən böyük qiymətimiz isə təbii ki, A variantı eləyəcək. 3 nömrəli sualda deyilir ki, kör bucaqlı üçbucaqdırsa müqayisə eləmək lazımdır. Gənclər, 3 nömrəli sualı necə müqayisə eləyirik? Müəllimə, bura kör bucaq olduğuna görə, kör bucaq ən böyük bucağım olduğuna görə onun qarşısındakı C ən böyük olacaq. Daha sonra isə gənclər biri 2 alfadır, biri alfadır. Onda belə çıxır ki, 2 alfanın qarşısındakı B tərəfi böyük olar. Sonra isə alfanın qarşısındakı A tərəfi böyük olar. Əgər işarələr dəyişibsə, B-ni saxlayırsan ortada, C ilə A-nın yerini dəyişirsən, misal knockout olur B variantı. Gəlirəm növbəti suala, 5 nömrəli suala. 5 nömrəli sualda nə deyilir? Deyilir ki, üçbucağın iki tərəfinin uzunluğu 2 və 5 santimetrdir. Bu səfər perimetrindən danışır. Bura 2-dir, bura 5-dir. Mən də bilirəm ki, üçbucağın üçüncü tərəfi digər iki tərəfin cəmindən kiçik olmalıdır gənclər, fərqindən böyük. Yəni 5 üstə gəl 2, 7-dən kiçik olmalıdır. 5-dən 2 çıxaram, 3-dən böyük. Bunların arasındakı ədədlər 4, 5, 6-dır. Deməli, mənim perimetrim ola bilər müəllimə. 2 üstə gəlinsin 5, 7, 7-nin üstünə 4 gələrəm 11. Digər tərəfdən müəllimə mənim perimetrim ola bilər. 2 üstə gəl 5, 7, 7-nin üstünə 5 gələrəm 12. Digər tərəfdən mənim perimetrim ola bilər. 2 üstə gəl 5, 7, 7-nin üstünə 6 gələrəm 13. Perimetrimiz 11, 12 və 13. Bu hansı variantdır? Y variantını ödəyəcək. Daha sonra 7 nömrəli sualda deyilir, üçbucağın tərəflərinin uzunluğu 5, 4, 3-dür nisbət olduğuna görə 5x, 4x və 3x yazaram. Perimetri 48-dir. 12x-im 48 isə 48-i 12-yə bölüb x-i 4 alaram. Kiçik tərəfi soruşduğuna görə 5-i 4-ə vurub cavabı 20 yazaram. Digər tərəflərdə soruşursa 4-ü 4-ə vurub 16, 3-ü 4-ə vurub 12 yazarıq. Kiçik tərəfi soruşur, ay bala, mən böyük tapdım. 4-ü 3-ə vurub 12 alaram, bağışlayın. D variantı. Sonra gəlirəm mən sizin üçün növbəti suala. 9 nömrəli sualın qaydası necədir? Aha, belə eləyək. 9 nömrəli sualın qaydası nədir uşaqlar? Bizə nə deyir?
AB-ni 2 vermişəm deyir sənə. BC-ni 3 vermişəm deyir. AD-ni 4 vermişəm. CD-ni də 6 vermişəm. Əvvəlcə bu üçbucağa görə biz bilirik ki, üçbucağın bu üçüncü tərəfi x. 3 üstə gəl 2. 5-dən kiçikdir. 3-dən 2 çıxaran 1-dən böyük. Amma sonra ADC üçbucağına baxsam, bu üçbucaq üçün də mən üçbucaq bərabərsizliyini təyin eləmək istəsəm, 4 üstə gəl 6 ondan kiçikdir. 6-dan 4 çıxaram 2-dən böyük eləyəcək. Deməli, birincidə 1 ilə 5 arasındakı ədədlər 2, 3 və 4 eləyəcək. İkincisində 2 və 10 arasındakı ədədlər 3, 4, 5, 6, 7, 8 və 9 eləyəcək. Hər ikisində iştirak edən 3 və 4-dür. Qiymətlərin cəmini soruşur. Cavab 7 eləyər. Daha sonra gənclər gəlirəm. Nəyə gəlirəm? Gəlirəm 11 nömrəli suala. Alfa ən böyük bucaqdırsa alfanın qarşısındakı A ən böyükdür. Sonra beta ən böyük bucaqdırsa betanın qarşısındakı B böyükdür. Sonra da C böyükdür. A'dan C-ni çıxanda müsbət eləyir. C-dən B-ni çıxanda mənfi eləyir. B-dən A-nı çıxanda C-dən B-ni çıxanda mənfi eləyir. Bəli, B-dən də A-nı çıxanda bu da mənfi eləyir. Müsbət isə demişdik ki, olduğu kimi çıxardırıq. Mənfi isə B minus C kimi çıxardıram. Mənfi isə A minus B kimi çıxardıram. Qarşıdakı mənfiyə görə plus eləyəcək. Gənclər, A-larımız gedər. B ilə B 2B eləyər. Mənfi C ilə mənfi C, mənfi 2C eləyəcək. 2B minus 2C variant. A variantı. 13 nömrəli sual köhnə topluda yoxdur. Yeni toplunun sualıdır. Biz bilirik ki, modulların cəmi sıfırdan kiçik ola bilməz. Ona görə bu ehtimal getdi. Yalnız sıfıra bərabər ola bilər. Sıfıra bərabərdirsə, onda bunların üçü də ayrı-ayrılıqda sıfır olmalıdır gənclər. Mən gəlib buradan yazıram 13 nömrəli sualı. Yazaram A çıxılsın, A üstə gəlinsin, B çıxılsın 13, 0 eləməlidir. B üstə gəlinsin, C çıxılsın 14, 0 eləməlidir. A üstə gəlsə, çıxılsın 15, 0 eləməlidir. Bunları tərəf-tərəfə toplasam, 2 dənə A, 2 dənə B, 2 dənə C, mənfi 13, mənfi 14, mənfi 27, o da 27-nin üstündən bunu gəlsəm 42 eləyir. Hər tərəfi də 2-yə bölsəm, ABC cəmimiz əgər göpa basmadığımızı hesablamada 21 eləyəcək. Getdi. Bərabər yanlı üçbucağın iki tərəfinə görə uyğunluğu müəyyən etmək lazımdır. Biz üçbucaq bərabərsizliyinə görə ən böyüyünü 17 götürürük. 17, 17 və 8 yazıram. 34-ün üstünə 8 gəlsəm 42 olar. Bu da eləyəcək 9 üstə gəl, 9 üstə gəlinsin 3, 18, 3, 21 C variantı. 14 üzərinə gəlinsin, 14 üzərinə gəlinsin 6, bu da 34 eləyəcək. Cavab Y variantı. Sonra bu səhifə qutardı. Gəlirəm bu səhifəyə. X-in ala biləcəyi ən böyük qiymət. Üçbucağın üçüncü tərəfi 10 və üstə gəl 7. 17-dən kiçik olmalıdır. Ondan 7 çıxaram, 3-dən böyük olmalıdır. 3-dən 3 çıxaram 0. Kiçikdir X. 17-dən 3 çıxaram 14. 14-dən kiçik. Ən böyük ərədim neçədir? 13-dür. O birisini siz yazarsınız. Gəlirəm 19 nömrəli suala. 19-dan nə deyilir sənə? Deyilir ki, üçbucağın perimetri 26-dan kiçikdir. Üçbucağın perimetri uşaqlar biz bu üç tərəfi toplamalıydıq da, elə deyil. Yəni x minus 1 üzərinə gəlinsin 2x üzərinə gəlinsin x plus 5 kiçikdir müəllimə 20. Görün bunu elə bəlkə belə eləyim. Ehtiyac yoxdursa. Kiçikdir 21 şərtini ödəməlidir mənim üçün. Mən də yazıram kiçikdir müəllimə 21 yox, bağışlayın 26. 4x üstə gəlinsin 4 kiçikdir 26-dan. 26-dan 4-ü çıxaram, 4x kiçikdir 22-dən. 22-ni də 4-ə bölsəm 5,5-dən kiçik ədədləri yazmalıyam. 5,5-dən kiçik ədədlərim hansıdır? 5-dir, 4-dür, 3-dür, 2-dir, 1-dir. Amma 1 ödənmir. Niyə ödənmir müəllimə? Çünki 1-dən 1 çıxsam tərəf 0 eləyir. Üçbucağın tərəfi 0 ola bilməz. 2 də ola bilməz. 2-dən 1 çıxsam, bax bura 2 qoysam, 2-dən 1 çıxsam bu tərəf 1 eləyər. 2-ni 2-yə vursam bura 4 eləyər. 2-nin üstünə 5 gəlsəm bura 7 eləyər. Üçbucağın 3-cü tərəfi 1 ilə 4-ün cəmindən kiçik olmalıdır. Amma 7 böyük axı bunların cəmindən. Ona görə bu da ödəməyəcək. 3 də qoysam ödəməyəcək. Ödəyəcək 5 və 4. 5 və 4-ün cəmi cavab eləyəcək 9. 20 nömrəli sual. Eni sabit uzunluqda olan düz xətli su kanalının bir tərəfində A və B nöqtələrində 2 gözətçi məntəqəsi, digər tərəfində isə A və C arasındakı məsafə 20-dir. Deyir bu A və C-nin arasındakı bu məsafə 20-dir. B və C-nin arasındakı məsafə də 24-dür. Üçbucaq bərabərsizliyidir uşaqlar. Yenə 3-cü tərəf 20 üstə gəli 24. 44-dən kiçikdir, amma 4-dən böyükdür. 44-dən kiçik, 4-dən böyük, ən böyük ədədim 43 eləyəcək. Növbəti sual 22 nömrəli sual. AB-ni sənə 8 verib, BC-ni sənə 14 verib. Bucaq B, bucaq A-dan böyükdürsə uşaqlar, bucaq B-nin qarşısındakı bu tərəfdə, bucaq A-nın qarşısındakı tərəfdə böyük olmalıdır. Yəni mən əslində yazmalıyam buradakı x 14 üstə gəl 8 22-dən kiçik olmalıdır.
Amma 14-dən 8 çıxıb 6-dan böyük yazmalıyam. Amma 6 yazmıram. Axı bucaq B bucaq A-dan böyükdürsə, B-nin A-nın qarşısındakı tərəfdən də böyük olmalıdır. 14-dən böyük olmalıdır minimum. Axı ona 6-dan yox. Bucağa görə. 14 ilə 22 arasında ən kiçiyi nədir? Ən böyük və ən kiçik ədəd. Ən kiçiyi 15-dir. Ən böyüyü də 21-dir. Bunların cəmini istəyir bizdən. Cavabımız eləyəcək 36. Birinci mövzu bu qədər. Növbəti mövzularda görüşmək ümidi ilə özünüzə yaxşı baxın.